Ummul Məsaibdir, müsibətlər anasıdır. 5 il Həzrət Muhammed Əleyhisselamın Əşrəfül Ənbiyanın o əzəmətli varlığın nəvəsidir və onun qucağında böyüyüb. Peyğəmbərin yanında bir gün balaca qız idi də, qucağındaydı. 5 yaşlı uşağa məxsus bir dillə babası ilə danışdı. Dedi ki, babacan, bir yuxu görmüşəm. Onun mənasını sən bilərsən. Gəldi dedi ki, babacan, yuxuda gördüm ki, şiddətli bir külək əsdi və dünya zülmətə qərq oldu. Mən küləyin şiddətindən o tərəfə gedirdim, bu tərəfə düşürdüm. Axırda məcbur qaldım, gördüm bir ağac var, böyük bir köklü ağacdır. Getdim mən o köklü ağacdan yapışdım. Amma gördüm ki, külək onu qopartdı. O köklü ağacı qopartdı külək. Sonra mən ikinci dəfə onun başqa bir budağından yapışdım. Ağac ki qopdu, mən onun budağından tutdum. Amma budaq da davam eləmədi. Tab gətirmədi budaq. O da getdi əlimdən. Üçüncü dəfə onun başqa bir budağından yapışdım. O da dayanmadı. Əlimdən çıxdı o da. Sonra bir-birinə yapışmış iki budağa üst tutdum. Birdən onlar da sındılar və mən qəfildən təlaş içində yuxudan oyandım ki, axı dünya niyə belə zülmətə qərq oldu? Niyə mənim tutanacağım yeri yoxdur? Peyğəmbər bunu eşitdi, ağladı. Tarix yazır ki, ağladı Peyğəmbər. Hər şeyi bilirdi axı. O da balaca qızdı. Amma Peyğəmbər ona dedi bunlar. Balaca qızdı, amma dedi onlar. Dedi ki, qızım, bu dünya o ki qaranlıq oldu. Bəli, bu dünya çətinliklər dünyasıdır. O ağac ki görmüşdün, o babam Peyğəmbərdir. Sonra ki bir budaqlar ki yapışdın, onlar sənin atanla anan. Sonra da iki budaq gördün bir-birinə yapışır, onlar da sənin qardaşların. Sən onların hamısından ayrılacaqsın. Xəbərin olsun ki, onların hamısından ayrılacaqsın. Öz yuxusunu görüb. Doğrudan da belə oldu. Xanım Zeynəb əl-Kubra çox məzlumədir.